Salam hörmətli izləyicilər, xoş gördük sizləri Ratve kanalında. Əziz izləyicilər, bugün biz alça turşusu, bax belə gözəl qışlıq üçün alça turşusu hazırlayacağıq. Qışda xırtıltı ilə belə deyərdim, yeyilən bir turşudur. Yəni bunu hazırlayın və qışda həm süfrənizi bəzəyəcəkdir, həm də əziz izləyicilər xırtıltılı, gözəl bir dadı olan alça turşusudur. Bunun üçün bizə nələr lazımdır? Gördüyünüz kimi bax belə alçalar, dəfnə yarpağı, biraz zövqə görə nanə, üksus, ondan sonra şəkər, yəni pesox və duz lazım olacaqdır. Təbii ki, bir də qaynadılmış su. Onu da qeyd edeyim, bir zövqə görə istəsəz içinə sarımsaq da əlavə edə bilərsiniz. Yəni bunun o zövqdən asılıdır. Belə. İndi başlayaq hazırlanmağa. Deməli, bankalarımızı götürürük. İçinə alçalarımızı əlavə edirik. Ondan sonra zövqə uyğun hərəsinə bir dənə, iki dənə, kim nə qədər istəyir, dəfnə yarpağı qoya bilər. Zövqə uyğun. Belə. Və yenidən alçalarımızı qoyuruq və aralarına da nanə. Belə də basırıq. Nanəmizi də qoyuruq. Belə. Basanda batır içine. Belə. Və bir desert qaşığı deməli şəkər əlavə edirik. Belə. Ondan sonra bir desert qaşığından bir əcə çox duz əlavə edirik. Bax belə. Və belə deyərdim. Bir də üksus əlavə edirik. Və bir desert qaşığı töksəz kifayət edir. Bax belə. Və qaynadılmış su. Düz çıxana kimi. Belə. Və ağzını bağlayırıq. Baxın əziz izləyicilər, ağızlarını bağladıq və belə edirik ki, duzu ərisin və artıq alça turşumuz hazırdır. Baxın burada da görün necə gözəl hazırladıq. Baxın görün nə qədər hazırlamışıq. Bunu beləcə hazırlayın və qışda dada bilərsiniz. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.